Dövlət son illərdə sahibkarlığın inkişafı üçün ciddi addımlar atsa da, bir çox problemlər isə qalmaqdadır. Bununla bağlı deməliyik ki, sahibkar hələ də xeyli problemlərlə üz-üzə qalmaqdadır. Bank kreditlərinə çıxış çətindir, faizlər yüksəkdir, girov tələbləri ağırdır. Bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır. Məhkəmə müdafiəsinə inam hər zaman yetərli deyil, region sahibkarı ilə paytaxt sahibkarının imkanları da eyni dərəcədə deyildir. Təcrübədən görürük ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumuşaltmaq kifayət etmir. Biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil. Bir pəncərə sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməli olur. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəyləri bəzən aylarla, hətta illərlə uzanır. Sahibkar investisiya qoymaq istəyir, iş yeri yaratmaq istəyir, amma sənəd yükü onun qarşısında maneəyə çevrilir. Ona görə də sahibkarlığa real dəstək istəyiriksə, sənədləşmə prosesi tam rəqəmsallaşmalı və hər qurumun məsuliyyəti aydın müəyyən edilməlidir. Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir. Əgər pozuntu varsa, ilk növbədə maliyyə nəzarəti, vergi mexanizmləri və inzibati tədbirlər işləməlidir. Cinayət məsuliyyəti isə ən son vasitə olmalıdır. Beynəlxalq təcrübə də bunu göstərir. Avropa ölkələrində əsas yanaşma budur. Sahibkarın valyutanı harada saxlamasından çox, əməliyyatın şəffaflığına, verginin ödənilməsinə və çirkli pulların yuyulmamasına nəzarət edilir. Gürcüstan və Qazaxıstan kimi ölkələr də daha çox risk əsaslı nəzarət modelinə keçir. Biznesi cinayət təzyiqi altında saxlamaqdan uzaqlaşır. Hesab edirəm ki, 208-ci maddənin ləğvi sahibkarlıq azadlığını genişləndirən müsbət addımdır. Amma bu addımın real effekti o zaman olacaq ki, dövlət qurumları biznesə tərəfdaş kimi yanaşsınlar. Sahibkar nə qədər rahat nəfəs alarsa, ölkə iqtisadiyyatı da bir o qədər güclü olar. Təşəkkür edirəm, xanım sədr.